Yeraz yazır. Elxan Yeraz. Əbəlfəz ağaya niyə imamətlik verilməyib? Deyə bilərsiniz. Deyə bilərəm. Yəni bax, Hicrətin 61-ci ilində Kərbəlada Həzrəti Əbəlfəz əleyhissalam şəhid olanda zamanın imamı İmam Hüseyn əleyhissalam hələ sağ idi. Zamanın imamı sağ idi, Əbəlfəz əleyhissalam şəhid oldu. Amma bunun elmi izahı budur. Nöqtə bundadır ki, imamətlik ola bilər ki, bir nəfərin 10 dənə oğlu olsun. 10 evladın onuna da imamətlik verilməz. İmamətlik ləduni elm sahibinə verilir. Ləduni elm nədir? Bəşərdə 3 cür elm var. Profildə bu barədə mənim video yazım var, baxa bilərsiniz. Elmi zatı, elmi kəsbi, elmi lədunni. Elmi zatı Allahın elmidir. Yeganə elmdir. Əzəli və əbədi olan bir elm, Allah elmi. Elmi kəsbi bizim elmimizdir. Yəni insan oxuyur, öyrənir, mütaliə edir, çalışır, yatmır gecələr, dərs alır, öyrənir, olur həkim. Oxuyur, olur mühəndis. Oxuyur, olur alim. Oxuyur, olur müəllim. Elmi əxs edir. Yəni biz oxusoq, bizim hamımızın elmi kəsbidir. Oxusoq varımızdır, oxumasoq yoxdur. Bizim elmimiz kəsbidir. Buna elmi kəsbi deyərlər. Amma bir elm var, nə zatıdır, nə kəsbidir, ona elmi lədunni deyərlər. Elmi lədunni, yəni Allahın əta elədiyi elm. Ya o elm insanın zatındadır ki, insan dünyaya gələn kimi onu bilsin və onu oxumaqla ələ gətirmək olmaz. Onu gərək Allah əta eləyə. İmamların elmi lədunnidir. Yəni 5 oğlun ola bilər. Onun içərisində biri Allahın lədunni elminin sahibidir. İmamətlik də Allahın lədunni elminin sahibinə yetişir. Bunun cavabı budur. Növbəti sualımıza baxaq.